Yaşamaq, gözəlliklərdən zövq almaq istəyir. Yaşı 100-dən çox olanlara baxanda həsəd aparmamaq mümkün deyil. Kaş onun qədər ömür sürərdim deyə köks ötürürük. Rəsmi statistik məlumatlara görə Azərbaycanda 100 və daha çox yaşı olan 838 insan yaşayır. Ölkəmizin bir sıra regionlarında, xüsusilə Lerikdə uzun ömürlü insanlara rast gəlmək mümkündür. Azərbaycanın həmin uzun ömürlü sakinlərindən biri də Süsənbər nənədir. O nə az nə çox düz 3 əsr görüb. Hazırda nənənin 120 yaşı var. Bu binada Azərbaycanın 3 əsr görən ən uzun ömürlü insanı yaşayır. 1897-ci il təvəllüdlü Qubadlı rayon sakini Süsənbər nənədən uzun ömürlüyün sirlərini öyrənəcəyik. Xanməmmədova Süsənbər 1897-ci ildə Qubadlı rayonunun Həkərli kəndində anadan olub. Sumqayıt şəhərində yaşayan Süsənbər nənənin 70 nəvə və nəticəsi var. Süsənbər nənə ömrünün elə bir çağındadır ki, artıq yaddaşı zəifləyib danışmaqda çətinlik çəkir. Bu səbəbdən onun oğlu Vaqiflə həmsöhbət olduq, anasının uzun ömürlüyün sirrini öyrənməyə çalışdı. Atam 63-cü ildə, 1963-cü ildə rəhmətə gedib. Biz anamız böyüdü. Anamızda 6 uşaq olmuşuq. Uşaqların böyüyü mənim. Yerdə qalan 6 uşaq, bir də hamımız, ancaq o anamın səyi nəslində böyümüşük, oxumuşuq, təhsil almışıq, 4 alı təhsil alıb, ikisi orta ixtisas təhsil alıb. Rayonda olanda, indi burada o qədər yox, rayonda olanda həmişə qatıqla, südlə, heyvandarlıq məhsulları ilə həmişə çox qidalanırdı. Bir də bizdə bu meşələrdə, məsələn, bu göy-göyərti, çox şey olurdu, yəni onlardan çox istifadə edərdi. Həm də fiziki işlə çox məşğuldur. Saat 6-dan durardı, tezdən heyvanı ötürər, sağar, nə bilim, belə işlərlə məşğul olurdu. Heyvandarlığına, əsasən əkinçiliklə, heyvandarlığına məşğul olurdu. Özü də çox qoçaq, cəld, işləy adam olur. Süsənbər nənə danışa bilməsə də qonaqpərvərliyindən geri qalmırdı. O çətinliklə də olsa bizə çay təklif edib masa arxasına dəvət etdi. Çay. Hə. Çay. Hə, yaxşı, içəcəklər, dilərə çay verir. Hə, verəcək, yaxşı, darıxma. Süsənbər nənə dövrünün qaçaq Nəbi və Həcərini də görüb. Onlar haqqında övladlarına danışdıqlarını oğlu Vaqifdən öyrənirik. Təxminən 20-ci illərdə qaçaq Nəbi Həcər gəlirlər bizim bu dağlardan gediblər Lasın dağlarına. Oradan da gələndə bizim Həkəri çayı gedib Araza tökülür. Gəlib oradan düşəndə adlayırmışlar İrana tərəf. Onda Nəbrində Həzərdir, anam görüb, atam da görüb, elə anam da görüb o vaxtlar. Süsənbər nənə 1918-ci il ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırımın canlı şahidi olub. Məhz bu səbəbdən oğluna ermənilərdən uzaq durmağı tövsiyə edirmiş. Kənddə ev tikirdim. Bizdə də daşıda, o da kubikdə yox bizdə, örüş daşıdır. Çöl daşı gətirib oradan tikirik. Biz gedirdik oradan erməniləri gətirirdik, orada işləyirdilər, bizə bina verirdilər. Bu deyirdi ki, erməniləri gətirməyin də, onlar bizim düşmənimizdir. Biz də bilmirdik ya, çünki o Sovet İttifaqında belə idi ki, nə ədəbiyyatda yox idi, nə də yox idi. Hamımız 15 respublika, hamısı qardaş idi. Bir-birinə can deyib sana işitməliydik də, beynəlmiləli idi. Həmin vaxtlarda gətirirdik də, bunun əlacı yox idi, usta gətirib işləyirdi. Yeməyi bir şey edilində aparıb onların qablarını o axar suda, Allah hamdolsun o evdə tökülən suda yox, axar suda yuyurlar ki, bunlar bunun yaşında murdardılar. O danışırdı ki, bəs hə, ermənilər gəl falan yerdə, falan kəsli öldürdülər, nə orada, o nə qədər deyirsə bizə inanmırdı da, biz deyirdi, görərində nədir, yəni bizə çatmırdı. Kənddə o yaşlı adamlar, hamısı danışırlar ki, ermənilərlə biz atadan, babadan olur, həmişə bizə bunlar soyqırım ediblər, adamları yığtörələrə yandırırmışlar, belə çox alçaq, iyrənc hərəkətlər etmişlər. 120 yaşlı nənəmizlə sağollaşıb ölkəmizin digər ən yaşlı sakininin evinə yollanırıq. Bu məhəllədə isə 107 yaşlı Sümüzər nənə yaşayır. Nənə ilə həmsöhbət olmaq üçün evinə yollanırıq.
nənə, necəsiz ay nənə? Sağ ol, sağ ol. Özünüzü necə hiss edirsiniz? Ha belə. 1910-cu il təvəllüdlü Sümüzar Quliyeva Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub və hazırda onun 107 yaşı var. Geridə qoyduğu illəri çətinliklə xatırlayan Sümüzar nənə uzun ömürlülüyünü zəhmətkeş olması ilə əlaqələndirib. Rəhmətkeşəm, borçluyam. Çox zəhmətkeş adam olmuşam. Ağrı qol olmuşam. 3 hektar üzüm götürmüşəm. Barama götürmüşəm. Baramadan bir. Hə. 2 qutu barama götürürdüm. Saxlayırdım. O kişinin hesabına idi. Kişi zəhmətkeş idi. Elə gedib süpürüb gətirirdi. Hə, bax elə. İşləyirdik. Onun üzümdən də qabaq belə tütün idi. Cəmaət 15 dolara, 20 dolara getirirdi. Bu gəlirdi, deyirəm, ha, arda gözüm. Deyirdi, hə, yaxşı, yaxşı. Gəlib indi o tütünü belə basılırdı. Həmən onda yığırdım. O tütündən mükafat alırdım. Artıq alırdım. Qubadlıdakı yaşayışlarından da söz açan nənə o günləri həsrətlə xatırlayır. Qəşəng bağımız, bağatımız, dərəmiz, təpəmiz, qapının sürü heyvanı, qoşa-qoşa camışlar, inəklər, nə deyirlər, qoyun, keçi, hamısını o Allahın haqqı var. Desin. Orada gedirdi, meşələrdə, dağlarda otlayırdı, gəlirdi. Oranın elə südünün də bir xeyri vardı. Niyə bir xəstəlik yoxdur onda? İndi xəstəlik var. Nədən heyvanlarımız gelir, o çiçəklərdən, çəmənlərdən otlayırdı. Gəlirdi, bizə sağırdı. Yer, saxlayırdı, yürüyürdü. Mortal tuturdu, mortalı, pendiri mortalı. Yağdakı belə şiddətlər var. 3 uşaq sahibi olan Sümüzər nənənin 10 nəvəsi, 7 nəticəsi var. Həyat yoldaşının birinci arvadından olan 3 uşağı da o böyüdüb. 107 il ərzində onun üçün çox şey dəyişib. Doğma yurdundan ayrı düşən Sümüzər nənə bu illər ərzində dəyişən adət-ənənələrdən də bizə söz açdı. Bax, bir gün toy edəndə, bir gün çörək pişdi eləyirdilər. Bir gün çörək pişdi, cəmaatı yığırdılar. Heyvan kəsirdilər, cəmaat gəlirdi. Bir gün çörək pişirdilər. Bir gün paltar pişdi eləyirdilər. Bir gün indi toy başlanacaqdı. Onda da cəmaatın ağsaqqallarını yığışıydilər ki, sabah axşam toy başlayır. Onda da bir ağsaqqalı, kəndin ağsaqqalı. Yığılırdılar, gəlirdilər, yeyirdilər, içirdilər. Sabah toy başlayırdı. 3 gündə toy. Vırhalı. Gəlini gelib gətirecəklər. Amma gəlinlə oğlu oturdular orada. Amma bizdə hələ şey yoxdur. Gəlini gətirirlər. 3 gündən sonra gelib gəlini gətirirlər, qoyurdular və axşam dövrən olurdu. O sazla çalırdı. Bax, hələ dövrən olurdu. Nənəmiz söhbətimizin sonunda bizə bayatı deməyi də unutmadı. Yatmışdım xalı qəflət içində. Onda gördüm oyan dedilər. Oyandım gözümü, açdım yuxudan. 1001 kəlməni bayan verdilər.
Nuranilərin dediklərindən də anlaşıldığı kimi uzun ömürlüyün sirri məhz firavan keçən günlərdədir. Ona görə də yaşadığımız hər bir andan zövq almağa çalışaq.